Salam aleykum, hər vaxtınız xeyir olsun. Sual verirlər, əgər istehsal olunan məhsul, hazırlanan məhsul xarab olduqda və yaxud da zay istehsal olunduqda, bu zaman əmək haqqından kəsintilər edilə bilərmi işçidən? Cavab olaraq Əmək Məcəlləsinin 168-ci maddəsinə baxacağıq inşallah. Burada 3 hal var. Birinci halda əgər işçinin təqsiri üzündən tam zay olmuş məhsula görə əmək haqqı ödənilməyəcək. Yəni işçi təqsirinə görə məhsul zay istehsal olunubsa, əmək haqqı ödənilməyəcək və işçinin təqsiri üzündən qismən zay olubsa, həmin belə deyək, əmsallaşdırılacaq, yəni zay olma dərəcəsindən asılı olaraq azaldılmış qiymətlərlə ödənəcək əmək haqqı. İkinci hal, işçinin təqsiri olmadan zay məhsul hazırlandıqda, onun hazırlanması üçün əmək haqqı azaldılmış qiymətlərlə ödəniləcək, amma əmək haqqının 3/2-sindən az olmamaq şərti ilə. Üçüncü halda isə işçinin təqsiri olmadan buraxılmış materialda görünməyən çatışmazlıq üzündən zay məmulat aşkarlanıbsa və bu texniki nəzarət orqanı tərəfindən qəbul edilib və sonradan aşkara çıxıbsa, həmin zay məhsulu üçün həmin işçiyə yararlı məmulata bərabər miqdarda haqq ödənilir. Yəni əmək haqqısından kəsinti olmayacaq. Çünki burada artıq işçinin təqsiri yoxdur. İşçi görünməyən çatışmazlıqları texniki nəzarət orqanı görməli idi və onları görməyiblər.